25 sentyabrda Qədirxum restoranı və Fədəh restoranında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Belə ki, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması, nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Hacıqabul rayonu Bakı-Şirvan avtomobil yolunda yerləşən Qədirxum Pirsaat qəsəbəsində yerləşən Fədəh restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Xəbərdə qeyd edilir ki, monitorinq zamanı restoranda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib, sahibkar subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlanıldığı yerlərdə tənzimləmə, dezinfeksiya və digər baytarlıq sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiyə uyğun olaraq zəruri tədbirlər görüləcəyi bildirilib. Və Fədəh restoranı isə bu qanunvericiliyin tələblərini kobud şəkildə pozub, bizim əməkdaşlar içəridə olub, hal-hazırda da həmin heyvanlar o saxlanılma yerində natəmiz şəkildə saxlanılıb, hətta meymunu tək tənha qəfəsdə saxlayıblar. Quşlar da olduğu kimi çirkabın içində həmin vəziyyətdə, həmin setka qəfəslərin arxasındadır.